Bismillah. Qardaşlar, Ramazan ayında bizim borcumuzdur ki, mümkün qədər dünyavi işlərdən uzaqlaşaq. Xüsusən də telefonlardan. Gün ərzində telefon işlətməyimizə bir məhdudiyyət qoymalıyıq. Çünki bu gün ən böyük oğru məhz elə telefondur. O, Allah Sübhanehu və Teala'nın bizə verdiyi ən dəyərli neməti oğurlayır. Zaman nemətini. O həddə çatıb ki, insan artıq məsciddə də telefonsuz qala bilmir. İmam namaz üçün ilk təkbiri verənə qədər telefonu əlindən yerə qoymur. Namazı da bitirib, imam salam verər-verməz hələ əstəğfirullah demədən telefonu götürür əlinə. Ona görə də özünüzü ancaq zəruri hallarda telefondan istifadə etməyə öyrəşdirin. Zərurət olmadıqca onu götürməməyə çalışın. Vacib baxılacaq işinizə baxdıqdan sonra isə dərhal onu yerinə qoyun. Özünüzü buna alışdırmağa elə bugündən başlayın. Bugündən başlayın ki, Ramazan ayının heç deyilsə qalan günlərini əlinizə Quran götürə biləsiniz. Vallahi bugün çoxlarını Quran oxumaqdan çəkindirən məhz elə telefondur. İnsanlara sual verirsən ki, qardaş, bu Ramazan Quranı heç deyilsə bir dəfə oxuyub bitirmisən? Deyir, vallahi qardaşım vaxtım olmadı. Nə oxuyub bir dəfə bitirmək, heç əlinə götürməyib. Halbuki telefon əlindən düşmür. Sübhanallah. Bəs siz necə oruç tutursunuz? Bəs siz Ramazanda nə edirsiniz? Ac mı durursunuz? Vallahi bu 30 gün tez keçir qardaşlar. Bir göz qırpımında ötüb gedir. Ramazanın ortasına gəldik çatdıq. Bir də eşidəcəyik ki, sonuna 2-3 gün qalıb. Ramazan bizim üçün bir fürsətdir. İbadət edib Rəbbimizə yalvarıb bağışlanma diləmək üçün bir fürsət. Onu boşa israf etməyin qardaşlar. Fürsəti qaçırmayın. Rəbbim bizə Ramazan gecələrini namazla, ibadətlə keçirməyi nəsib etsin. Özümüzü düzəltməyi nəsib etsin. Allahumma amin. Bismillah. Assalamu aleykum və rəhmətullahi və barakatuhu. Əziz müsəlman bacı və qardaşlarım. Əgər xatırlayırsınızsa bir müddət öncə yetim bir bacımızın elanını paylaşmışdıq. Bacımız gənc, hələ evlənməyən yetim bir qızdır. Məbləği qarşılaya biləcək bir qohumu da yoxdur. Bacımızın çanağında böyük bir şiş aşkarlanıb, yəni xərçəng. Damarları da artıq zədəliyib və təcili müdaxilə olunmasa, bacımız həyatını itirə bilər. Allah qorusun. Deməli, sizin dəstəyinizlə bacımız əməliyyat olundu, çanağındakı şiş götürüldü. Lakin xəstəlik çox irəliləyib və damarlarına yayılıb. İndi bacımızı yenə ağır bir müalicə prosesi gözləyir. Ximiya və şua terapiya kimi. Bunun üçün də yenə də 1500 manat kimi bir vəsaitə ehtiyac var. Təəssüflər olsun ki, məbləğ tamamlanmayıb. Əlimizdən gələni əsirgəməyək, qardaşlar. Bacımızın hazırki vəziyyəti ilə bağlı və yaxud da hansı xəstəxanada yatması ilə bağlı maraqlananlar aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərlər. Rəbbim malınıza bərəkət versin. Əssalamu aleykum və rəhmətullahi və barakatuhu.